Bu gün 2714 yaşı bitən Şəkidə şəhər günü ilə bağlı tədbirlər keçirilib. Şəki şəhər Heydər Əliyev mərkəzində Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi, Dövlət Turizm Agentliyi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Şəki şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın UNESCO Dünya İrsi yolu İçəri şəhərdən Şəkiyə adlı tədbir başlanıb. Tədbirdə memarlıq ili çərçivəsində Azərbaycanda o cümlədən Şəki şəhərində aparılan geniş quruculuq işlərindən, belə tədbirlərin əhəmiyyətindən söhbət açıblar. Şəkidə və Bakıda görülmüş işlərə dair video çarxlar nümayiş etdirilib. Tədbirin sonunda iştirakçılara maraqlı olan suallar cavablandırılıb. Bu gün Şəkidə möhtəşəm bir tədbir keçiriləcək. Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycanda şəhərsalma və memarlıq ili elan olunub və ilin əvvəlindən başlayaraq silsilə tədbirlər müxtəlif yerdə, müxtəlif bölgələrdə keçirilir. Bu onu göstərir ki, şəhərsalma və memarlıq sahəsi ölkədə kifayət qədər yüksək səviyyədədir, münasibət yüksək keyfiyyət səviyyəsindədir və ona görə də demək olar ki, bu peşəkarlıq bayramı ümumilli bayrama çevrilmişdir artıq. Azərbaycanın ən gözəl güşələrindən biri, tarixi güşələrindən biri, illər boyu, əsrlər boyu Azərbaycana və bütün bəşəriyyətə gözəl insanlar, gözəl alimlər, gözəl abidələr bəxş eləyən bir gözəl yerdəyik. Bugün Şəkinin ad günüdür. Bu ad günü münasibətilə bu gözəl şəhərimizi təbrik edir və neçə əsrlər boyu hələ də bizi sevindirən, bizə maraqlı tədbirlər, bizə maraqlı insanlar, alimlər versin və düşünürəm ki, bu gözəl gündə burada hamımızın olması çox vacibdir və bizim üçün çox əhəmiyyətli bir tədbirdir. Sonra Şəki Xan Sarayının qarşısında defilə mədəni proqram keçirildi. Bəxtiyar Vahabzadə adına Mədəniyyət və İstirahət Parkının qarşısındakı meydanda bayram konserti ilə tədbir yekunlaşdırıldı. Rəhman Həkimzadə, Yusif Əliyev, Bu gün informasiya proqramı üçün.